intim bir onun havası var. Avtomobildə sənə mane olmur radio. Radioda reklam gedəndə qıcıq yaratmamalıdır. Adamlar dalğanı dəyişməməlidirlər. Mən də biraz bahalı auditoriya tapım. 150 milyon manata yaxın vəsait Azərbaycandan reklam birləşdirmək üçün sosial medialara gedir. Mən sıramağa çalışır ki, gələ bunu dinlə. Radioda super maaşlar alırlar. Mən işə düzəlmək üçün mənim yanına gəldim, amma məni işə götürmədi. Yaman çox danışırsınız. Bir musiqi verib qulaq asın. Radioda aparılan PR kommunikasiya birinci növbədə etibar göstəricisidir. Bu il radionun 100 illiyini qeyd edirik. Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-sında Diqqət danışır Bakı sözləri ilə fəaliyyətə başladı. Bugün hər şey dəyişib, hər şey inkişaf edir. Ona görə mütərəqqi məsələlər də çoxdur. Radio aktualdır və aktuallığını hələ uzun illər ərzində qoruyacaq. Bunu niyə xüsusən vurğulayırıq? Çünki belə bir stereotip fikir var ki, sosial media populyarlaşandan sonra artıq ənənəvi medianın rolu azalıb. Əslində bu belədir, yoxsa yox. Həmkarlarımla bərabər danışacağım. Beləliklə qonaqlarımız var. Onlar elə bu sahənin adamlarıdır və 100 illiyimizlə bağlı efirimizə həmkarlarımızı dəvət etmişik. Media FM-in baş direktoru Rüstəm Əliyev, xoş gəlmisiniz. Təşəkkürlər. Və Promedia qrupun direktoru, bura aiddir Planet FM, Avto FM, Dalğa FM, Cavid Nemətzadədir. Təşəkkür edirəm. Xoş gəlmisiniz studiyamıza. Xoş gördük. Jubileyimiz mübarək olsun. Bəli, tamamilə doğrudur. Bu məncə 2026-cı ildə ilk belə böyük podkastdır. 100 illiyə həsr olunan xüsusi veriliş. Həm ənənəvi mediada gedəcək, Asan Radioda və biz danışdıq ki, elə digər radiolarımız da təqdim edəcək verilişi. Eyni zamanda bizim onlayn platformalarımızda, Asan TV-də və bunu da biz paylaşacağıq ki, daha geniş auditoriyaya çata bilək. Maraqlıdır ki, podkast formatı indi çox dəbdədir də bütün dünyada. Amma o hardan götürülüb Rüstəm müəllim? Radiodan yəqin ki. Yəqin ki, yox, 100% radiodan götürülüb və hətta mikrofon, o böyük mikrofon ki, masanın üzərində dayanır. Bəzən heç ora səs yazılmır, imitasiya olunur, amma ümumi atmosfer bizim sevimli mediamızın, yəni radionun atmosferidir. Radio digər mediadan nə ilə fərqlənir? Digər kütləvi informasiya vasitələrindən əsas fərqi nədir? Mən icazə Rüstəm Əliyev cavab versin. Radio, bilirsiniz, radio uzun müddət bir inkişaf yolu keçib. Yəni radionun bilirsiniz ki, hardasa dünya tarixində 150-yə yaxın tarixi vardır, amma əsas kommersiya radioları məsələsinə gərək yanaşaq ki, dünyada 40-cı illərdən Amerikada başladı kommersiya radioları fəaliyyət göstərmək və bunun işi ancaq yaxşı musiqi vermək, yaxşı əyləncə vermək və sonunda da yaxşı pul qazanmaq idi. Yəni bu belə olub. Ondan sonra bu həmin format olaraq da daha qısa dalğalara keçdilər. Əvvəl uzun dalğalarda işləyirdilər. Amma sonra qısa dalğalara keçəndən sonra isə keyfiyyət artdı. Keyfiyyət artanda, bəli, keyfiyyət artanda nə oldu? İnsanlar başladı buna maraq göstərməyə ki, mən gedirəm və evdə oturmuşam, amma çox gözəl bir musiqi dinləyə bilərəm. Canlı efirdə şoular var və o şouları dinləyirəm. Əslində radionun FM formatındakı şoulardan başlayıb hər şey. Şoulardan başladığına görə də radio həmin insan həyatında xüsusi bir yer tutub. Çünki insan birinci növbədə başqa canlılardan fərqləndirən onun danışığıdır. Danışıq vasitəsilə ötürülən emosiyadır. Emosiya vasitəsilə yaşanan hisslərdir. Emosiya, hiss, yaşantılar radionu fərqləndirir. Həmişə də belə olub. Çünki sonra televiziya gəlib, televiziyada artıq görüntü. İnsan fikri də heç zaman hər şeyi eyni anda %100 qəbul edə bilmir. Amma səsi çox rahat qəbul edib %100 anlaya bilir. Sözü %100 qəbul edib anlaya bilir. Fərq oradadır. Ona görə də radionun belə bir intim, belə bir Əslində mən o sözü deyəcəydim. Həqiqətən də intim sözü bura çox yaraşır. Bəli, intim bir onun havası vardır ki, səndən birbaşa danışır. Və biz oturub burada ikimiz, üçümüz saatlarla bir-birimizə baxıb danışa bilərik. Yorulmarıq. Çünki söhbət var, fikir var və düşüncə gedir, inkişaf eləyir. Amma İnsan oturur, müasir dövrü deyirəm mən, 21-ci əsrin insanı isə oturur televiziyanın qabağında və ya hətta telefonunda belə 30 saniyəliklərə artıq baxa bilmir. Baxa bilmir.
Bu çox maraqlı bir fenomenal bir faktdır ki, biz bunu gərək öz fəaliyyətimizdə nəzərə alaq məncə. Ona görə də radionun bu xüsusiyyətləri bizi, yəni biz radioçular olaraq bu gün burada danışırıq, bizi digər kütləvi informasiya vasitələrindən fərqləndirir. 21-ci əsrdə isə artıq radio hara gəldi? Sizin sevimli sözünüz var. Hər zaman deyirsiniz ki, bu avtomobil mediasıdır. Avtomobil mediası da olaraq görün gəldi, hara çıxdı? Yol mediası kimi daha aktualdır. Bəli, Amma yenə də onunla bərabər, misal üçün yayda mən özüm də müşahidə eləmişəm. Dostlar, qohumlar bağda da qulaq asırlar, bəziləri mətbəxdə indi də qulaq asırlar. Evdə də qulaq asırlar. Bugün mənim atam Evdə də qulaq asır. Biraz, hə. Yəni bu davam edir. Siz nə fikirləşirsiniz? Bu ənənə davam edir. Rüstəm mənim sözünə qüvvət. Bu radio elə bir ki, insan anadan olanda onun qanında artıq var. Çünki körpə anadan olanda ilk eşitmə qabiliyyəti başlayır işləməyə. Görmə sonradan əmələ gəlir. Maraqlı müqayisədir. Bu radio ona görə əslində artıq insanların necə deyirlər, anadan olandan bu eşitmə qabiliyyətini formalaşmasında və eşitməni daha yaxşı qavramasında gətirib çıxar. Bu əsas bu önəmli məsələdir. İkinci bir məsələ, misal üçün, az əvvəl dedim ki, TV-dir, sosial şəbəkədir. Bunlar səni diqqətdən yayındırırlar. Sən mütləq baxmalısan, izləmək üçün və s. Və çox maraqlı bir statistika var, yeri gəlmişkən televiziyalar o vaxt yarananda belə bir məsələ ortaya çıxmış ki, televiziya daha çox radio funksiyasını yerinə yetirməyə başladı evdə. İnsanlar baxmırdılar, fonda dinləyirdilər. Bu məsələ də var. İndi də belə olur. İndi də belədir. Fonda dinləyirlər. Artıq sosial şəbəkələr belə gedir. Mən bir neçə fikir versən, tutaq ki də istənilən sosial platformada YouTube bir versiyada qoyublarsa, onu dinləyirlər, baxmırlar. Yəni dinləmək insanlarda mədəniyyəti həmişə yüksək olduğuna görə mən düşünürəm ki, radionun da həmişə aktuallığı və mövcudluğu mütləq qalacaq. Bu yəni əvəz olmaz məsələdir. Əsas məsələdir ki, avtomobildə sənə mane olmur radio. Radio səni A nöqtəsindən B nöqtəsinə gedəndə səni yolda ötürür. Elə bir sənin bir yol yoldaşın müşahidə eləyir belə səni. Amma sosial şəbəkəyə falan baxsaq, bu yaxınlarda bir Yəni maşın sürə-sürə əslində sosial mediaya baxmaq olmaz. Düzdür, onu bəzən eləyirlər. Cəhd eləməyə çalışırlar və sonra da bədbaxt hadisələr baş verir. Amma radio həm də təhlükəsiz mediadır. Təhlükəsiz mediadır, bəli. Bir neçə il bundan qabaq mən statistikada baxdım, yaxın ölkələrdə, dünyada da plus-minus yayın ki belədir. İstənilən halda bir 70%-ə yaxın insan mütləq maşında, yolda radioya qulaq asır. Ən azından fon kimi mütləq var. Ən əsas da odur ki, radio bu günə qədər operativliyini qoruyub saxlayır, düzdürmü? Bəli. Misal üçün, hətta sosial mediada nəyisə çəkmək üçün, indi əgər bu böyük bir media qurumdursa, sən gərək hazırlaşasan. Buradan biz misal üçün indi podkastımızı çəkirik, radio format elementləri ilə bərabər, eyni zamanda TV. Biz hazırlaşdıq, əməkdaşlar bizə dəstək oldu, kömək elədilər, mikrofon filan. Bunu istər-istəməz pencək, qalstuk geyindik və yaxud da geyinmədik, amma özümüzə baxdıq, gəldik, hazırlaşdıq. Bunun qrim tərəfləri də var və s. Amma radio necədir? O zamandan da bəri belə idi. İstəyirsən çox rahat geyimdə, hətta xəbəri yazmaya da biləsən, dəqiq tezis yadındadırsa, düyməni bastın və dərhal informasiyanı yaydın. Ona görə də belə bir aktuallıq çıxır ortaya ki, radioda işləyən insanlar o qədər sözlə, cümlə ilə, fikirlə, o qədər aydın şəkildə situasiyanı izah etmək bacarığına malik olmalıdırlar ki də, bu həmin insanları televiziyadan, görüntü dəstəkli olan bir mediadan fərqləndirsin. Yəni görün indi radioda işləyən insanların üzərinə nə qədər böyük məsuliyyət düşür ki, onu dinləyən adam həm birinci doğru informasiya alsın, müfəssəl informasiya alsın və möhtəbər informasiya alsın. Baxın, nə qədər sosial şəbəkələri var. Sosial şəbəkələr azad və həddindən artıq belə göbələk kimi hər yağışdan sonra minlərlə çıxır hər gün. Amma radio elədir ki, bu lisenziyalaşdırma sahəsi olduğuna görə burada bir çərçivə var. O çərçivədən çıxmaq olmaz. Yəni ki, nə qədərsə radio ola bilər. Düzdür, indi radionun da internet radioları var, başqa formatları var, amma yayım olaraq, yayım vasitəsilə yayımlanan radiolarda isə bu möhtəbərliyin qorunub saxlanılmasıdır. Bəli, bəli. Yəni biz nə qədər ki, möhtəbər olaraq informasiya mənbəyi, möhtəbər xəbər mənbəyi, möhtəbər əyləncə mənbəyi olacaqsa da, biz aktuallığımızı məncə qoruyub saxlayacaq hər zaman. Dostlardan belə bir söz eşitdim ki, mən gözləyirəm axşam saat 8-i, 9-u ki, televiziyada desinlər və mən o xəbərin həqiqətən də doğru olduğuna inanım. Təsəvvür edirsiniz, görürsünüz nə qədər sosial şəbəkələrdə doğru olmayan yalan məlumatlar var ki, insanlar artıq məlumatı doğrulamaq üçün rəsmi və ya möhtəbər xəbər qaynağı axtarırlar. Onu da seçirlər nəyi? Radionu, televiziyanı. Çox maraqlıdır. Ənənəvi media hələ də bu rolu oynayır və yəqin ki, bu ənənə davam edəcək. Məlumat üçün maraqlıdır. Deyək ki, Bakıya
yayımlanan radioların sayı nə qədərdir? Bakı və regionlar. Yəni paytaxt radioların sayı 19-dur. 19-dur, bəli. 19. Və bir neçə regional radiolar da var ki, Naxçıvanda, Gəncədə yayımlanır, Qarabağda yayımlanan radiolar var. Bir sözlə bütövlükdə Azərbaycanda radioların sayı 20-dən çoxdur. 24 FM-də radio var, yayımlanan. dəqiq 24 radio var. FM-də yayımlanan radioların sayı 24-dür. 24-dür, bəli. Bu rəqəm çox maraqlı rəqəmdir. Çünki məlumat olaraq bəzən bizim həmkarlar da qarışdırır və dəqiq rəqəmi bilmirik. Rüstəm müəllim sağ olsun, dəqiq rəqəmi söylədi. 19 radio stansiya var ki, paytaxtda və bir çox hallarda bölgələrə yayımlanır. Niyə bir çox hallarda? Çünki yalnız Bakı yayımı üçün nəzərdə tutulan radio da vardır, bəli, sağlam radiodur, ondan sonra 106 FM-dir. Bunlar hamısı yalnız Bakı şəhərində yayımlanır. Hətta digər yeni açılan 2 dənə də radiomuz var ki, onlar da yalnız hələlik Bakı şəhərində yayımlanır. Yəni Bakı abşeruna yayımlanır, amma yəqin ki, o özəl radiolar olduğuna görə gələcəkdə lisenziyanın şərtlərinə uyğun olaraq ölkənin 80%-ni əhatə edəcəklər. Radionu sevənlər əslində çoxdur. Biz bəzən deyirik, biz yerli media, televiziyaya baxmırıq, radio belə qulaq asmırıq, öz nə bilim Spotify-mı qoşuram və yaxud da TV-ni, amma görürsən ki, bunu çox deyən adamlar bütün verişlərdən xəbərdardırlar və sitat da gətirirlər. Bir də ki, qəribə bir psixoloji məqam var. Televizora baxmıram və başlayır, ənənəvi mediadan danışırıq, ona görə TV-yə də biraz toxunaq, başlayır onda qıcıq yaradan hansısa bir televiziya şousunun əsas mövzularını danışmağa və yaxud da aparıcının hərəkətlərindən danışır. Baxırsan ki, bəli, bu ya baxır, ya da ki, sosial mediada onları izləyir və dayanmır izləməyə. Çünki dayansaydı, yəqin ki, rekomendasiya deyilir də, hə? Yəni məsləhət verməzdi ona sosial media ki, gəl buna birlikdə baxaq. İndi yaxşı, radionun PR və kommunikasiyadakı özəl rolu nədən ibarətdir? Mən deyərdim, ən vacib məsələlərdən biridir burada. Burada məsələ nə gedir? Sosial şəbəkələrdə aparılan PR kommunikasiya, bu təbii ki, lazımdır indiki zamanda, indiki dövrdə, amma radioda aparılan PR kommunikasiya birinci növbədə etibar göstəricisidir. Yəni, bu günlər radioda gedən reklamı eşidən dinləyiciyi, o başa düşür ki, bu şirkətə, bu quruma və yaxud da ki, bu çıxan endirim kampaniyalarına mən etibar eləyə bilərəm. Yəni, sosial şəbəkədə bizim dostumuz Trumpın dili etdiysə o qədər fake news var da. Yəni, sən bilmirsən nə baş verir, hansı doğrudur, hansı yalandır. Hətta bu yaxınlarda əgər yadınıza gəlirsə, bir çox banklar, o cümlədən böyük supermarket şəbəkədə mübarizə aparırdılar. Onların adlarından yalandan kampaniyalar falan elan edirdilər. Avropa artıq Elon Musk'ın aldığı keçmiş Twitter X hesabına qarşı özləri bir platforma yaradırlar. W platformasıdır. Sosial şəbəkələr artıq qloballaşmadan artıq getdikcə hər ölkənin belə deyək və yaxud da hər birliyin özünün sosial şəbəkəsi olacaq. Çünki bunu başqa cür qarşısını almaq mümkün deyil. Burada həm bu gün xəbər çıxmışdı ki, məsəl üçün İstanbulda, Türkiyədə TEM'in ofisində axtarışlar aparılıb. Çünki TEM'in nəinki məhsullar satır, hətta insanların belə deyək də alınan məlumatlarını istifadə eləyə bilər sabahları. Yəni burada sosial şəbəkədə biz daxil olanda bütün məlumatlarımızı açıq-aşkar qoyuruq. Ona görə bu birinci növbədə təhlükəsizlik və milli məsələlər var deyə sosial şəbəkələr getdikcə qloballaşmadan çıxacaq, bu mənim fikrimdir. Və ona görə biz yenə də qayıdırıq ki, TV və radioya verilən önəm, əsas məsələ birinci yer tutacaq. Bu yaxınlarda bir araşdırma oxumuşum, İngiltərədə bir araşdırma aparıblar və orada həm podkast, həm də FM radioları, yəni faktiki dalğada internet radiolarla bağlı da ölçüm aparıblar ki, insanlar nə qədər qulaq asıb dinləyirlər bu məsələni. Bunu LinkedIn sosial şəbəkəsində paylaşmışlar və çox maraqlıdır ki, 2025-ci ildə insanlar ənənəvi radioya qayıdırlar. Daha çox dinləməyə başlayırlar. Bu Avropa, Amerika. Avropada 25-də yoxsa 26-da? 25-də qayıtmağa başlayırlar. 17% artıb. 17% artıb. İnsan axı bu günləri kasadlıq yaşayır. Yəni insan əlaqələri, insan münasibətləri kasadlığı yaşayır. Çünki insan get-gedə tənhalaşır. Sosial şəbəkələrin üzrə qalaraq tənhalaşır. Amma radio nə edir? Radio həm özü bir subyekt kimi səndən çıxış edir, həm də başqalarını qoşub səndən calaşdırır.
Baxın görün necə gözəl bir faktordur bu. Bu faktoru hər zaman yaşatmaq lazımdır, yaratmaq lazımdır. Məsələn, bu yaxınlarda mən sizə söhbətdə dedim, Moldovadan məşhur bir dənə radionun sahibi gəlmişdi Azərbaycana, həm gəzmək üçün, həm də baxmaq üçün bizim də radioya gəldilər, söhbət elədik. O dedi ki, məsələn, axır vaxtlar belə bir tendensiya müşahidə olunur. Biz günortadan sonra danışmırıq radioda. Biz də araşdırma apardıq, gördük ki, çox da danışmaq lazım deyil. Elə saat 2-yə qədər nə danışdıq, yəni informasiya verdik, nə bilim, şou düzəltdik və s. və s. 2-dən sonra yalnız buraxırıq musiqini və baş-başa qarı insanlar musiqi ilə. Çünki insanlar 2-dən sonra yorulurlar, artıq onların məlumat almaq instinktləri də biraz zəifləyir və ona görə biz də onu musiqi ilə baş-başa buraxırıq. Məsələn, baxın, bizdə elə olsa nə olar? Bizdə üzr istəyirəm, var axı bəzi radio stansiyalar o tərzdə işləyir. Bəli, təbii, dünyada var. Dünyada var. Az danışır da, belə deyək, sözünü. O vaxtı biz 106.3 FM-i sıfırdan yaradanda əsas uğurlu məqamlardan biri o idi ki, hamıda mütləq standart verilişlər var idi. Səhər 2-3 saatlıq veriliş mütləq hamı danışır, axşam hamı danışır, günorta dayanmadan danışır, bir-birini əvəzləyir, dayanmadan. Biz isə əksinə elədik, az danışıq, çox musiqi və çox uğurlu oldu. Biləm ki, onun mütənasibliyini, o mütənasibliyi tapmaq çox vacib məsələdir. Bir tərəfdən, amma o bir tərəfdən ixtisaslaşmış jurnalistika var və ixtisaslaşmış medialar var. Məsəl üçün, mən biznes haqqında nəyəsə qulaq asmaq istəyirəmsə, nəyə qulaq asım? Dövlət xidmətləri ilə bağlı nəsə dəqiq fikir öyrənmək istəyirəmsə, Asana qulaq asım və yaxud da yollarla, avtomobillərlə bağlı Avto FM-ə milli musiqi, türk musiqisinin, yəni türk aləminin musiqisini prioritet olaraq eşitmək üçün tutaq ki, Yurd FM-ə qulaq. Bu normaldır, ixtisaslaşmış. Bir də ki, bilirsiniz, geri dönüşlər olur ki, yaman çox danışırsınız, bir musiqi verin qulaq asın və yaxud da nə qədər musiqi verirsiniz, gəlin bir xəbər verin filan. Yəni yanaşma müxtəlif cür olur. Adam var ki, öyrəşib də informasiyanı rəsmi mənbədən alsın, ənənəvi mediadan və xüsusən də radiodan. Çevik, tez. Adam da var ki, musiqiyə qulaq asmaq istəyir. İndi yaxşı. Yaxşı musiqi deyəndə biraz əvvəl danışdıq da. Yaxşı musiqi nədir? Biz o Cavid üçün ola bilər yaxşı musiqi, muğamdır hamımız üçün. Amma əlavə olaraq, nə bilim, cazdır. Emin üçün ola bilər ki, caz sevilən musiqi deyil. Rock sevir məsələn. Rüstəm ola bilər ki, rock musiqisini sevir. Yəni bu da axıra qədər çətindir bunu demək, amma ixtisaslaşmış media olanda çox yaxşıdır və bəli, elə auditoriya var ki, onlar istəyirlər ki, fonda musiqi səslənsin, onun yaxşı saydığı janrına uyğun və heç kim danışmasın. Onsuz da bu yorulubdur informasiyadan. Və əksinə, sosial media o qədər də etibar eləmir, elə adamlar da var. Şübhə altına qoyur. İnformasiyanı radiodan, TV-dən almaq istəyir. Əlavə var idi. Burada bir məsələ var, bir sirri açmaq istəyirəm. Kommersiya nöqteyi nəzərdən əfsuslar olsun ki, yalnız musiqi verməklə radionu uğurlu kommersiyaya çevirmək olmur. Yəni çünki bəlli bir məsələdir ki, bir dəfə mənə sual verdilər ki, sizin nə xərcləriniz var da, basırsınız düyməni danışırsınız, amma yəni insanlar bu birisi tərəfini bilmirlər də, bunun telegüllə xərcləridir, yayım xərcləri və s. və ilaxır əməkdaşlar. Hələ də gedirsən şirkətdən danışanda ki, mənim əla musiqi kontentli radio stansiyam var, gəl bura bir maraqlı nəsə qataq. Sual birinci növbədə, sizdə orada nə veriliş var? Aparıcı bizim şirkət haqqında danışacaq yoxsa yox? Yəni bu marketinqin özündə radio belə hələm də tam inkişaf eləməyib, təəssüflər olsun. Bunu biz radio reklamlarından da görə bilərik. Bəlkə təqdimatdan da çox şahsıdır. Təqdimatdan da çox şahsıdır. Razıyam, amma qəbul etmirlər. Sadəcə bizdə belə bir məsələ var ki, artıq öyrəşdiyim bir məsələyə biz biraz klassikanı yeniliyə dəyişməyə çox çətin gedirik də bu məsələ var. Bizim problemimiz deyil ki. Yox, bizim deyil. Bizim deyil. Qarşı tərəf bu günləri Azərbaycanda hələlik formalaşmayıb. Yəni onların marketinq strukturları, ondan sonra media ilə əməkdaşlıq, yəni PR strukturları hələ formalaşmayıb. İnsan o bir problemdir. Problemdir. Və çox maraqlı bir dənə faktor mən müşahidə edirəm. Bu nədir? O formalaşmayıb, o yarımçıqdır. Bu tərəfdən isə artıq həmin o işi aparan insanlar artıq gedirlər tarixə qovuşurlar, yeni bir nəsil gəlir. Onlar isə ümumiyyətlə radio və televiziya ilə kommunikasiyaları yoxdur. Razıyam. Onların işləri, gücləri ancaq mobil telefonlar, sosial şəbəkələr və s. Artıq onlar üçün televiziya və radio sanki onların qapısı bağlanıb artıq. Onlar qapının arxasında qalıblar. Qapının bu tərəfində isə başqa bir dünya var. Tamamilə doğrudur. Bu ən böyük problemdir ki,
bunu demək Azərbaycanda mövcud olmayan, dünyada mövcud olan ənənəvi medianı qiymətləndirməmək və onun gücündən istifadə eləməmək. Burada ən böyük problemlərdən biri də ki, bu araşdırmaların aparılmamasıdır və ya aparılsa belə o araşdırmaların reklam verən strukturlara çatdırıla bilməməsidir. O problemdir. Ən böyük problemlərdən biridir və ya onun qəbul eləməməsi. Bu günləri yəni burada 3 dənə artıq yetərincə təcrübəsi olan və uzun müddət radioda işləyən menecerlər oturub, yəni siz özünüz yaxşı bilirsiniz ki, bir çox hallarda gedib izahat verməkdən sonra görürsən ki, deyir ki, filan kəsdən soruşum görüm o hansına qulaq asır, nəyə qulaq asır, aparıb ora reklam verirlər və s. Belə şeylər, bu faktorlar çoxdur, amma yəni əslində biz elə o ki, gözləyirik ki, şirkət rəhbəridir, o misal üçün evdəkilərdən soruşur ki, sən hansı kanala baxsan, radio qulaqsan. Və yaxud da mənim işçilərim bir kampaniya fikirləşib şirkət, üzr istəyirəm, deyirsən ki, sənə bu radiostansiyalar bu kampaniyaya daha uyğundur. Deyir, yox, mən işçilərimdən danışdım, bizə bu radionu tövsiyə elədilər. Deyirsən ki, bu kampaniya əgər sənin əməkdaşlarındırsa, əməkdaşlarındır üçünsə, okey. Yəni bunu verə bilərsən. Yəni hələm də əfsar olsun. Burada bir tərəfdə günah bizim həm də özümüzdə. Niyə? Açıq deyim. Bizim radiolar da maraqlı deyildi indiyə kimi ki, bir ölçü vahidi gətirək. Bizi ölçsünlər. Buna obyektiv və subyektiv səbəblər ola bilər. Səbəblərdən biri odur ki, bu çox baha başa gəlir. Çox baha başa gəlir. Amma digər tərəfdən hansı sorğular filan lazımdır. Çünki çox maraqlı bir məsələdir. Qlobal şirkətlər bu gün radiolarda yoxdur. Ölçülən deyil ona görə. Dəqiq ölçülən deyil, belə deyək. Qlobala baxanda, misal üçün Amerika Birləşmiş Ştatlarının bazarı, radio bazarına baxanda, İngiltərə, Avropaya baxanda bütün qlobal markalar o radiolarda var. Qlobal markalar yəni dünyada tanınan brendlər. Bəli, brendlərdən sonra. Azərbaycanda da satılan, dünyada da satılan, yəni dünyada xidmət göstərən və burada da xidmət göstərən. Amma digər tərəfdən bu sosial media reklam yerləşdirən əməkdaşları, şirkətləri başa düşmək olar, çünki o ölçüləndir, orada rəqəmləri görür. Düzdür, bəzən indi mən durub o boyda gigant, nəhəng şirkətlərlə şübhə altına qoymaq istəmirəm heç nəyə. Amma görürsən ki, sənin baxış sayığı çatdırıbdır, pul ödəmirsən, çatdırıbdır 30 minə deyək ki. Amma şərhlər heç artmır. Burada da sual var ki, həqiqətənmi bu çox geniş auditoriyaya çatır, yoxsa sosial mediada... Amma izləyicilər hamısı Şimali Koreyadandır. Misal üçün də ola bilər. Orada internet yoxdur deyəsən. Amma baxırlar, necəsə olub baxırlar. Ola bilər. Deməli, məsələ bundadır və biz özümüz də ünsiyyətdə oluruq. Reklam agentlikləri ilə, müxtəlif şirkətlərlə sizin də məlumatınız var. Azərbaycanda elə böyük şirkətlər var ki, etik baxımdan indi adlarını çəkməyək, amma çox böyük şirkətdir, Azərbaycanda işləyir, amma bütün reklam büdcəsini xaricə xərcləyibdir. Radio, ənənəvi media, hətta yerli saytlara demək olar ki, xərcləməyibdir. Bunun statistikası var. Zəhmət olmasa onu səsləndirin. Və onu mənə 2 agentlikdən deyiblər. Bəli. Mən onu 100% dəqiqləşdirmədiyim üçün biraz şaya kimi çıxa bilər, amma əminəm ki, əgər 2 agentlik eyni zamanda deyirsə, burada həqiqət var. Digər tərəfdən şirkət sahibi ola bilər, götürək orta normal şirkəti, ona əməkdaşı, mən hələ qlobal Azərbaycan şirkətlərindən danışmıram. Deyək ki, mağazalar şəbəkəsində işıq, lüstr satırlar və yaxud da mebel satırlar. Ona əməkdaşları nə deyirsə, tövsiyə edirsə, bunda vaxtı yoxdur, başqa məsələləri var, daha qlobal işlərlə məşğuldur şirkətlə bağlı. Deyir ki, orada filan yerlərdə yerləşdirək, o elə yerləşdirir sosial mediada, sonra hesabatlıq verilir. Çünki siz dediyiniz kimi də bəzi əməkdaşlar çox yaxşı inkişaf yolu keçirirlər indi, ya yeni başlayıblar. Çox gənclər və onlar üçün ənənəvi media ümumiyyətlə yoxdur. Bu bizim də problemimizdir yəqin ki. Çünki əgər onlar TV-yə baxmırlarsa, radio qulaq asmırlarsa, düzdür, burada vəziyyət daha ürəkaçandır. Çünki gənclər indi biz görüşəndə Bakı Dövlət Universitetində, ADA-da və yaxud da bura gələn digər ali məktəblərin uşaqları, mən onlardan həmişə soruşuram, TV-yə baxmayan daha çox olur. Amma radioya fonda heç olmasa qulaq asanlar var. Bir də ki, biz bəzən pafoslu danışırıq vətənpərvərliyi haqqında, müəyyən fikirlər səsləndiririk. Amma vətənpərvərlik tək şüarlar deyil də. Vətənpərvərlik həm də odur ki, sən oturub fikirləşəsən. Mən indi müxtəlif rəqəmlər var. 150 milyon manata yaxın vəsait Azərbaycandan müxtəlif xarici platformalara reklam yerləşdirmək üçün sosial medialara gedib. Demirik ki, olmamalıdır, olsun. Amma ondan bir 4 dəfə aşağı məbləğ bu qədər ənənəvi TV və radiolar üçün xərclənilibdir. Bu çox bizi narahat
edən və qorxudan rəqəmlərdir. Təbii ki, burada bir faktor vətənpərvərlik faktorudursa, digər tərəfdən biznes tərəfindən baxmaq lazım. Vətənpərvərlik insan özününki olana sahib çıxmalıdır. İkinci məsələ elə bayaq söhbət yarımçıq qaldı. Mən istəyirəm orada da toxunaq ki də insanlar reklam verici tərəfdən söhbət gedir ki, yəni bu radio, televiziya yaşamalıdır. Bu bahalı bir fəaliyyət növüdür. Yəni burada nə qədər zəncir, dəyər zənciri qurulur və yəni burada çoxlu faktorlar var. Məsələn, biz tək özümüzlə bağlı deyilik. Yəni biz bir avadanlıqlar alırıq, amma onlar sonra qoyulur Azərbaycanın müxtəlif bölgələrinə. Ondan sonra biz kosmosla əlaqəliyik, yəni siqnalımızı kosmosa ötürürük və oradan sonra alırıq və xeyli insan burada çalışır. Və bunun hesabına bu bizim dəyərdir. Bir çox radio stansiyalar ölkəni əhatə edir. Bəli, ölkəni əhatə. Bu günləri burada mütləq qeyd etməliyik ki, 2 il əvvəl cənab prezident İlham Əliyevin sərəncamı ilə çox ciddi bir rəqəmlə radioların texniki dəstəyi üçün vəsait ayrıldı Azərbaycan dövlət büdcəsindən və bunun nəticəsində Azərbaycanın bütün radioları demək olar ki, indi yeni yaranan son 2-3 dənə radiodan başqa bütün radiolar Azərbaycanı əhatə elədilər. Heç vaxt Azərbaycanın özəl radiolarının bu qədər ötürücüsü olmamışdı. Amma bir o reklam məsələsinə bağlı da fikrimi bildirim ki, qayıdıram biraz geriyə, reklam verici, özünü PR edən, özünü öz xidmət və istehsalını tanıtmaq istəyən iş adamı anlamalıdır ki, o auditoriyanı alır. O nə mənim verilişimi alır, nə hansısa aparıcımı alır, nə hansısa bir vaxtı alır. O bizim auditoriyanı alır və baxsın, görsün ki, biz adımız üstümüzdədir. Kütləvi informasiya vasitəsi. Biz kütlə üçün çalışırıq. Və bu kütlə də müxtəlif auditoriyalardan ibarətdir. Yəni zövqlərdən, maraqlardan ibarət auditoriya var. O baxmalıdır və bilməlidir ki, həqiqətən də mənə hansı auditoriya lazımdır, hansı yaş kateqoriyası lazımdır, hansı düşüncə sahibi, hansı savad sahibi, hansı gəlir sahibi lazımdır ki, mən o auditoriyaya müraciət edeyim və bu vasitə ilə. Düzdür, bunu artıq yəni rəqəmsal mediada bunu eləmək daha biraz asandır. Düzdür, orada insanlar düzdür, hamı da öz tərcümə halını qoymasa da amma çox şey bilinir. Amma bu radio həmişə belə işləyib. Dünya, yəni 40-cı illərdən kommersiya radio stansiyaları yaranandan bugünə qədər belə işləyib. Yəni biliblər ki, mən məsələn deyirəm, çay satıram. Mənim çay hamı içir Azərbaycanda, düzdürmü? İndi elə ölkələr var ki, bəzisi kofe içir, qəhvə içir, bəzisi çay içir, amma Azərbaycanda çay içir. Burada da rəqabət var. Mən indi baxım görüm mənim satdığım çay biraz bahalı çaydır. Mən də biraz bahalı auditoriya tapım. O auditoriyaya xitab eləyim, onu tapım və ona xitab eləyim. Bu proses Azərbaycanda getmir, heç vaxt getməyib. Araşdırma olmayıb, həm də bəzi araşdırma olsa belə ona riayət eləməyib iş adamları və ona görə də belə bir xaos yaranıb və bu günləri kim kimin dostudur, kim kiminlə münasibəti var, gedək ora reklam verək, gedək bura reklam verək və belə bir xaos şəklində reklamda və bunun nəticəsində nə olur? Əslində bütün ümum radio bazarı uduzur burada əslində. Çünki radionu saxlamaq və inkişaf etdirmək üçün buna vəsait lazımdır. Bu vəsait də böyük vəsaitdir. Çünki radioda istifadə etdiyimiz heç bir texnoloji vasitə, bir kabel belə Azərbaycanda istehsal olunur. Onun hamısı, çünki dünyada barmaqla sayılacaq dövlətlər var ki, onu istehsal edir. Ötürücü dünyada 5-6 dənə dövlət istehsal edir. Kabellər çoxdur, amma bizə lazım olan kabelləri dünyada bir 15 dənə dövlət istehsal edir. Və belə bir şeylər var. Ona görə də bunlar hansı valyuta ilə alınan məhsullar olduğuna görə də bizə lazımdır, biz gəlir əldə edirik və bu səsin keyfiyyətini, nə bilim, studiyalarımızın çoxluğunu, əməkdaşlarımızın rəngarəngliyini saxlaya bilər. Həm də əmək bazarına təsir. Hə, əmək bazarına təsir. Bir var ki, məsələn, siz 30 nəfər işçi ilə çalışırsınız, bir də var 60 nəfər işçi ilə çalışırsınız. Təbii ki, 60 nəfər işçi ilə çalışırsınız, sizin keyfiyyətiniz başqa olacaq. Həmçinin də bizim, həmçinin də sizin. Bəli. Amma biz bu gün o doğru olmayan bölünmə vasitəsi nəticəsi olaraq, yəni reklam gəlirlərinin, reklam bazarının doğru bölünmə nəticəsi olaraq biz bu günləri ən az kollektivlə işləyirik, öz texniki vasitələrimizə ən az investisiya edirik və nəticədə bu gəlib harda çatlayır? Keyfiyyətdə. Keyfiyyətdə. Hə, düzdür. Hamı çalışır ki, birinci növbədə öz səsimizi gözəl eləyək. Bu günləri Azərbaycan radiolarının səsi, əvvəllər belə deyildi 30 il bundan qabaq. Azərbaycan radiolarının səsi çox gözəl bir səviyyə əldə edir. Ümumiyyətlə son illər ərzində bu belədir. Mən bu hamısı çox böyük investisiyaların nəticəsidir. Müqayisə üçün deyim ki, biz misal üçün hansısa xarici ölkəyə gedəndə 10 il, 15 il məndə belədir. Avropada, Amerikada sən FM radio qulaq asırsansa, görürsən ki, Azərbaycanda da səslənmə, təqdimat, ümumi yanaşma heç də
geridə deyil. Əksinə bəzi radiolar var ki, bizdə stereotiplər var da. Amerikada nəsə varsa mütləq ən topdur və yaxud da Avropada. Biz Amerikada mənim yadımda da biz yaxşı şəhərdə, bölgədə yayımlanan radioda olduq. Bir neçəsində təbii ki, çox inkişaf edənlər də var idi. Amma elə radiolar var idi ki, populyar idi, amma texniki baxımdan bizim radiolardan zəif idi. Amma səslənmə filan kifayət qədər orta səviyyədə idi. Bu belə. Digər bir məsələ var ki, baxın, indi ümid edirəm ki, bu podkastda həm də qərar verən adamlar baxacaq. Deyək ki, şirkət rəhbərləri, reklam yerləşdirənlər və stereotip olaraq yalnız sosial mediada reklam yerləşdirmə və kommunikasiya qurmaq bu kökündə əslində doğru yanaşma deyil. Çünki ən azından 360 dərəcə anlayışı var da reklamda. Məsəl üçün iri şirkətlər necə eləyir? Maşına minəndə mən radioda qulaq asım, evə gedəndə TV-də heç olmasa fonda görüm reklamı, küçəyə çıxanda küçədə, sosial mediada daxil olub baxanda orada görüm. Ona görə bu yoxdursa nə deyə bilərik? Etimad azalır. Radioda reklam və yaxud da kommunikasiya yoxdur. Etimad azalır. Sonra nə? Effektivlik azalır. Yerli auditoriya çatmaq azalır. Biz necə edə bilərik ki, bizim kontent maraqlı olsun? Orada iki dənə faktor var. Yəni bir, maliyyə olmalıdır onu yaratmaq üçün, bir də ki, onu həyata keçirən insanları formalaşdırmalıyıq biz. Əgər biz bu günləri yaxşı radio aparıcılar, yaxşı prodüserlər, yaxşı redaktorlar yetişdirməsək, yaxşı jurnalistlər yetişdirməsək və onların üzərində həqiqətən də bir pul xərcləyib onları beynəlxalq kurslara göndərməsək, treninqlərə göndərməsək, biz yaxşı kontent hazırlaya bilməyəcəyik. Yəni ideyalar gəlməyəcək. Yəni bu ideya əgər də gəlsə belə, onu reallaşdıra biləcək adamlarımız azdır. Çox azdır. Bu günlər bəlkə də yaxşı bir radio şou hazırlamaq üçün yığsan, barmaqla sayılacaq Azərbaycanda adamlar var. O da ki, hələ bir hissəsinin xoşuna gələ bilər, bir hissəsinin xoşuna gəlməyə bilər dinləyicinin. Amma bu günləri məsələn biz istəyəndə ki, tutaq ki, hər radiomuzda 19 dənə radionun 19-unda da həm səhər və həm axşam verilişləri olsun və ya indi bu şou bəziləri indi düzdür, formatları fərqlidir, amma ən azından bir 15 dənə radionun formatı, yəni daha çox elə klassik FM formatında fəaliyyət göstərirlər və 15 dənə radioda demək 30 dənə bir veriliş olmalıdır ki, səhər və axşam prime time-ında veriləcək maraqlı bir proqram, radio proqram. 30 dənə proqramın ən azından 5 nəfərə vursan, 150 nəfər çox gözəl, səviyyəli, savadlı, bilikli və istedadlı yaradıcısı olmalıdır. Amma gəlin baxaq görə bu günlər varmı? Ona görə o da niyə görə yoxdur? Çünki bu bazara, yəni radio bazarına gələn insan baxır ki, mən buradan gəldim nə qazanacağam? Nə qədər mən maaş ala biləcəm? Və yaxud da istedadlı jurnalist, aparıcıdır, redaktordur, bu sahədə olur, deyək ki, 30 yaşına qədər, sonra başa düşür ki, deyək ki, ailə həyatı qurandan sonra bu maaşla, bu vəsaitlə, gələn pulla istədiyi kimi yaşaya bilməyəcək. Ona görə bizim kifayət qədər istedadlı jurnalistlərimiz, media adamları bugün ya özəl şirkətlərdə kommunikasiya şöbəsində işləyirlər, ya da dövlət qurumlarında. Açığı bu belədir. Nəyə görə? Maaşa görə, əlavə premiyaya görə. Amma bütün dünyada tərsinədir. Özəl sektor, radioda şouları yaradan yaradıcı insanlar super maaşlar alırlar və pul qazanırlar. Bu budur və nəticədə də həmin pul da ona xidmət edir ki, onlar daha çox öz istedadlarını, bacarıqlarını, vaxtlarını radioda, çünki radio zaman içində mövcud olan bir dənə kütləvi informasiya vasitəsidir. Hə, düzdür, onun sosial şəbəkələr ayağı da var, amma ki klassik radio zamanla mövcud olan bir şey. O zamanı ora ayırmaq lazımdır, o zamanı maraqlı eləmək lazımdır. Zamanı maraqlı eləmək üçün həqiqətən də işçi qüvvəsinin istedadlı olması, çox olması, hazırlıqlı olması və orada xoşbəxt olması. Biz bu günləri eləməliyik ki, radioda olan insanlar, bizim yanımızda, ətrafımızda olan insanlar xoşbəxt olsunlar. Radioda olmaqla xoşbəxt olsunlar. Başqa nə etmək lazımdır ki, radioda adamlar özlərini xoşbəxt hiss eləsin? Dinləyicilər üçün bu media həmişə effektiv olsun və böyük şirkətlər, kiçik biznes, orta biznes radioya, Azərbaycanda olan media vəsait xərcləsin, xaricə xərclədiyi medianı heç olmasa biraz azaldıb bura yönəltsin və radio media olaraq dediyim kimi çox aktual olsun. Daha nələr etməliyik? Burada müxtəlif üsullar var. Mən düşünürəm ki, 1, 2, 3 desək, məsələn, birinci yerdə nədir? Misal üçün, deyək ki, əgər biz istəyirik ki, müəyyən sahibkarlar, yerli və kiçik sahibkarlar radio gəlsin deyə, ola bilər ki, hər hansı bir vergi güzəştləri tətbiq oluna bilər.
ki, onların marağı olsun ki, ənənəvi media gəlsin. Bir çox qonşu dövlətlər səhv etmirəmsə bu proseslər olub onlarda. Müxtəlif ölkələrdə. Elə qonşu olmayan da Amerikada da var. Rusiyaya qədər həm mediada olub, xüsusən radioda da olub və kinoda da olub, başqa oxşar sahələrdə də olub. Yəni bu ən azı onlarda maraq yaradacaq bu məsələyə. Burada bir də yaxşı məqam nədir? Vəsait Azərbaycanda qalır. Əsas məsələ. Bu əsas məsələdir. Vəsait Azərbaycanda qalır və burada qazanılan məbləğ sonda dolayısıyla yəni eyni ilə özünə qayıdır. Sahibkarın özünə qayıdır. Digər ikinci bir məsələ isə biz özümüz bayaqları da Rüstəm müəllim dedi, çalışmalıyıq təbii ki, öz keyfiyyətimizi qoruyaq, saxlayaq. Bu birinci növbədə vacib məsələdir. Qarşıda duran məsələlərdən biridir. Biz buna nail olmuşuq. Çox bayalığa düşməmişik. Yəni istər bu musiqi nöqteyi nəzərdən olsun, istər bu veriliş nöqteyi nəzərdən olsun. Düzdür, sosial şəbəkələrdə bir vaxt çox vaxt yazırlar ki, bu nədir? Axşam saatlarında yalnız avtomobil haqqında danışırlar. Mən belə başa düşürəm, bu yazılan insanlar özlərinə auditoriya toplamaq istəyir, maraq cəzb eləmək istəyir ki, yəni onun baxışı çoxalsın. Amma reallığa baxanda bu günləri 19 radiostansiyanız ki, Bakıda fəaliyyət göstərir. Yəni o hamısında avtomobil verilişləri yoxdur. Bu bir stereotip. İllər ərzində belə olur. İllər ərzində. Ona görə radioların sayı az olanda, misal üçün 7 radio var idisə, 4-də 5-də avtomobil verilişi gedirsə eyni vaxtda, bu çox idi. Nisbətən dəyişir. Bu günləri bu yoxdur, amma yenə bu stereotip qalıb və yenə də bu haqda danışırlar. Şirkətlər var Azərbaycanda, çox böyük, nəhəng. 10 illər ərzində brend olaraq özlərini formalaşdırıblar. Əksər hallarda biz onlara böyük etimadla yanaşırıq. Düzdür, indi sosial mediada mütləq ekspertlər tapılacaq, belə professor, akademik yanaşması ilə, hətta çox böyük, çətin məsələlərlə üzləşən şirkətlərin işini də tənqid edənlər. Amma obyektiv baxsaq deyə bilərik ki, bəli, bir brend olaraq həm Azərbaycanda, həm regionda, bir çox ölkələrdə tanınan bizim şirkətlərimiz var. Onlar nə dərəcədə fəaldırlar radio ilə əməkdaşlıqda, yoxsa onlar da daha çox sosial mediada PR və kommunikasiya üstünlük verirlər? Fəaldırlarsa, siz bu fəallığı necə görmüsünüz? Deyirlərsə, hansı gözləntiləriniz var? Cavit müəllim hər zaman Cavit bəli. məsuliyyəti özlərinə götürmək istəmir hələ ki, amma biz onu məcbur Mən onu davam eləyəcəm, narahat olma. Burada əsas məsələ nədir? Böyük dövlət şirkətləri radiolarda çox demək olar ki, yoxdular. Nəyə görə deyirəm demək olar ki, yoxdur? Ara sıra müəyyən, misal üçün bizim ən böyük hava nəqliyyatı ilə məşğul olan şirkət ara sıra radiolarda peyda olur. Amma bir tərəfdən digərləri isə ümumiyyətlə yoxdular. Yaxşı, və bu önəm niyə olmalıdılar ki? Çünki bu birbaşa dövlət marağıdır. Ənənəvi medianın, xüsusilə istər radio, istər TV olsun, bu gün ənənəvi media kimi buna yanaşsaq, bu dövlət marağıdır. Birinci növbədə informasiya təhlükəsizliyidir. İkinci növbədə, yenə də dediyim kimi, xarici maliyyə axının qarşısını alır. Bir də deyə bilərik ki, yerli medianı Azərbaycanda indi ölkəmiz haqqında danışırıqsa, yerli medianı daha güclü etmək üçün söhbət yalnız ənənəvi mediadan gedir. Lap olsun informasiya portalları, agentliklər, radio və TV həmçinin daha güclü etmək üçün bu onların bir növ mənəvi borcudur. Mənəvi borcudur və dəstəyi lazımdır. Əminliklə onların dəstəyi əvəz olunmazdır. Görürük bunu. Yəni nümunələr olmasa, bəlkə də biz bu məsələni o qədər də diqqətdə saxlamazdıq. Amma bu əvvəl də olub dünyada, bəli. Dünyada var və hal-hazırda da var. Yəni demək istəyirəm, o vaxtda da olub. Məsələn, Azərbaycanın ən məşhur şirkəti radiolar az qala yeni yaranandır və bu gün də var. Bu söhbət açılanda mənim yadıma düşdü ki, məsələn, Azərbaycanın ən böyük şirkəti başqa ölkədə image reklamı verir. Image reklamı. Sadəcə olaraq image. Mənim adım falan kəsdir. Belə. Amma Azərbaycan özündə o yoxdur. Onlar deyə bilərlər ki, mənə xaricdə imici formalaşdırmaq lazımdır, xarici bazara çıxmaq. Deyə bilməzlər. Bazardadılar onlar. Bazardadılar. Siz də az çoxdan satırlar. Hər şey əladır. Onlar təkcə bir regionda deyirlər, bir coğrafiyada, bütün coğrafiyalarda vardılar. Amma bütün coğrafiyada olan şirkət, bilmirəm hansı şirkətdən söhbət gedir. Bütün coğrafiyalarda. Radiolara xahiş edirəm,
PR və kommunikasiya ilə bağlı müraciət edin. Mənim telefon nömrəm aşağıda yazılacaq. Sonra mən danışaram dostlar. Yəni ona görə də baxın, bu iki tərəfli məsələ var. Həm yəni bizi dəstəkləyirlər, həm də ki Azərbaycan cəmiyyətinin özündə də bir imic formalaşdırırlar. Yəni onlara Azərbaycan cəmiyyəti lazım deyilmi? Onlar Azərbaycan cəmiyyəti lazım. Həmişə lazımdır. Bu cəmiyyətdə onların əsas oturduqları yer, əsas güc aldıqları yer, əsas dəstək aldıqları yer. Demək, bu cəmiyyətə o mesajlar verilməlidir. Bir, bu cəmiyyətin strukturlarının dəstəklənməsi və inkişafı, güclənməsi onların da marağında olmalıdır. Çünki əsas şirkətlərdən onlar hamısı. Yəni ki, istəyir daşıma şirkətləri olsun, istəyir sənaye şirkətləri olsun. Bunlar hamısı bu anlaşılan bir şeydir. Və nətər olur ki, məsələn, başqa ölkələrə baxırıq, görürük ki, bunlar hamısı var. Amma bizdə nədənsə yoxdur. Halbuki çox cüzi bir vəsaitlərlə bu məsələni illik həyata keçirmək olar Azərbaycanda və bu da çox ciddi inkişafa və bizim sektorun inkişafına gətirib çıxarda bilər. Həm də bu birinci növbədə bizim əgər Azərbaycan dilinin qorunmasından məsələyə bu tərəfdən yanaşsaq, ənənəvi media, bu istər qəzet, jurnal, TV və radionu mən qoyuram, Azərbaycanın qorunmasında birinci növbədə yer tuturlar. Yəni biz əvəzsiz rol oynayırıq. Sosial şəbəkələr əfsuslar olsa orada müxtəlif bölgə ləhcələr və digər məsələləri düz ənənəvi mediada da var bəzən ləhcə ilə danışan aparıcılar falan, amma baxır hansı verilişdir də bu şou. Ola bilər bu əyləncəli bir şoudur. Əyləncəli. Yerə gəlmişkən, indi vaxtımız biraz azdır, o sualda olacaqdı. Bu normaldır yoxsa yox qısa? Burada müəyyən verilişlərdə. Mən düşünürəm ki, müəyyən verilişlərdə bu normaldır. Əyləncəli verilişdir. Çünki bu günləri əgər biz auditoriyanı saxlamaq istəyiriksə, biz onlarla səmimi həm də söhbət etməliyik. Düzdür. Həm də burada balansı tapmaq lazımdır. İdeal bir balans tapmaq lazımdır. Həm onlarla səmimi söhbət eləmək, həm də ədəbi dil normalarımızı qorumalıyıq. Yəni səmimi söhbət eləmək boş-boş danışmaq deyil. Yəni söhbət boş-boş danışmaqdan getmir. Səmimi söhbətdən gedir. Ona görə bəzən səmimi söhbətdə sən məcbursan ki, auditoriyaya nəyisə çatdırmaq üçün həmin bu vasitələrdən istifadə eləyəsən. Burada bir dənə faktor var. O faktor indi mənim ağlıma gəldi. Bu günləri radio üçün reklam və ya sosial çarx hazırlayan şirkətlər çox zəifdirlər. Əslində radio bu günlər reklamlarının hazırlanması və yayımlanmasında çox böyük problemlər mən nəzərə çarpır və mən onu görürəm, müşahidə edirəm. Yəqin ki, siz də təsdiqləyirsiniz ki, doğru aparılmış araşdırma nəticəsində əldə üzə çıxan bir kontent, yəni reklamlardan gedir, sosial çarxlardan gedir ki, bunların heç biri çox ciddi bir hazırlıq prosesindən, düşüncə prosesindən, yaradıcı prosesdən keçmədiyinə görə, təbii ki, baxırlar ki, onun təsiri də az olur. Təsəvvür edin ki, bir güclü hazırlanmış, belə bir üstündə zaman sərf olunmuş, istedad sərf olunmuş, hətta bir neçə şirkət arasında bir tender kimi olaraq uza çıxmış bir şey. Bu bizim məsuliyyətdir. Bəli. Baxın, yox, təkcə bizim məsuliyyətimiz deyil. Bu günləri sizə hazır bir radio reklamı gəlir və ya çarxı gəlir. Siz onu yayımlayırsınız. Baxırsan ki, qanuna uyğundur. Biz standartları dəyişmişik. Gəlin daha yaradıcı filan. Ona vaxt olmur. Bilirsiz nətərdir? Radioda reklam gedəndə qıcıq yaratmamalıdır. Adamlar dalğanı dəyişməməlidirlər. O qədər maraqlı olmalıdır ki, əksər hallarda ona qulaq asmalıdır. Maraqlı və səviyyəli, keyfiyyətli bir kontent olmalıdır. Amma bizdə 10 il, 15 il elə eyni cürə gedir radioda. Bax, bu dəyişmir. Amma mən bu çarxlara qulaq asıram başqa ölkələrdəki. Onlar da istehsalla məşğullar. Ona görə ona baxıb soruşuram. Amma bilirsiniz necədir? Bu əgər istehsalla da pul ayrılmasa, məsələn, normal pul ayrılmalı. Biri var ki, bir çarxı məsələn də X rəqəminə hazırlayırsan, bir də var ki, 3X rəqəminə hazırlayırsan. 3X rəqəminə hazırlanan bir çarxın keyfiyyəti başqa olacaq. Çox vaxtı adamlar axı reklam efirdə yayımlananda bir də görsən dalğanı dəyişirlər. Bizə nə lazımdır? Lazımdır ki, dəyişməsinlər. Ona görə çarxlar yaradıcılıq baxımından daha maraqlı olsa, daha kreativ olsa, biz onlara qulaq asarıq. Misal üçün, iri Azərbaycan şirkətlərinin xüsusən də əvvəllər mənim yadımdadır. Elə reklamları olub ki, mahnı kimi, şeir kimi, onu balaca uşaqlar təkrar, misal üçün, ya oxuyurdular mahnını, ya o şeiri deyirdilər. Deməli, kreativliyi artırmaq lazımdır. Sizin yadınızdadır, 44 günlük müharibə olanda Allah şəhidlərimizə ruhunu şad eləsin. İnternetlə bağlı məhdudiyyətlər var idi və bu zaman göstərdi ki, doğru yanaşma idi. Əslində qısa müddətli idi də. Digər tərəfdən sosial medianın rolu çox azaldı, TV və xüsusən radionun rolu artdı. Niyə xüsusən radion? Tutaq ki,
döyüş gedir və yaxud da döyüş bölgəsinə yaxınsınız, rahat hətta oturubsan televizora da baxa bilməzsən də, amma balaca bir cihaz və internet də yoxdur, ona görə telefonu burada nümunə gətirmirəm. Əslində müasir dövrdə media elə telefondadır. Balaca bir cihaz, radio, bir dənə daş, batareya yerləşdirdin və istənilən radio qulaq asdın. Və onunla bağlı geri dönüşlər biz alırdıq. Hətta biz öz aramızda da danışmışdıq. Mən bu haqda Ağdamın təməl qoyma mərasimi olanda cənab prezidentə də danışdım. Təsəvvür edin ki, bilmirəm necə, amma Şuşa hələ işğalda olanda orada bizim azərbaycanlılarımıza kimsə radionu çatdırmışdı və onlar sonra müsahibələrində deyirdilər ki, açıq yayımda var. Asan Radionun da adını çəkdilər, bir neçə başqa radionun həmçinin. O deyirdi ki, biz Ali Baş Komandanın qələbə xəbərlərini radioda eşidirdik, qulaq asırdıq. Görün bu nə deməkdir. Bir də nə yaxşı şükürlər olsun ki, biz həmişə arzuluyurdu, bizə dinləyicilər də, bir-birimizə də, özümüz də bunu istəyirdik ki, gün o gün olsun, səsimiz Şuşadan, Xankəndi şəhərindən, bütün Qarabağdan gəlsin. Bu bizə qismət oldu və bugün biz həmin şəhərlərdə və bölgəmizdə də yayımlanırıq. Ümumiyyətlə, hələ sosial media, internet bir o qədər də inkişaf etməmişdi. İnternet artıq təbii ki, vardı və inkişafda idi. O vaxtı radio plus TV formatı yaranmışdı, yadınızdadır. Və bugün radio plus video formatı nə deməkdir? Bugün radio plus video formatı deməkdir ki, bütün radiolar məcburdular, yaxşı mənada sosial mediada, internetdə olsunlar və biz də varıq, hamımız. Ona görə bizi müxtəlif platformalarda görürsünüz və söhbətimin sonunda onu demək istəyirəm ki, radioya, yerli mediaya yalnız tənqidlə yox ki, nə göstərirlər, nə danışırlar filan, bu tərzdə yox. Əksinə, siz əgər istəyirsiniz ki, bizim yerli mediamız daha yaxşı olsun, daha güclü olsun deyə, əlbəttə ki, hər kəs özünə aid məsələdə buna diqqət yetirməlidir. Bu il Azərbaycan Milli Radiosunun 100 illiyi idi və əminəm ki, hələ böyük tədbirlər də olacaq bununla bağlı ən yüksək səviyyədə. Həmkarlarımızı da həm bizim studiyada, həm həmkarlarımızın, dostlarımızın studiyasında gözləyəcəyik. Bugünkü söhbətimizdə bizlə bərabər Media FM-in baş direktoru Rüstəm Əliyev idi. Təşəkkür edirik. Çox sağ olun. Və ProMedia qrupun rəhbəri Cavid Nemətzadə təşəkkürümüzü bildiririk. Onlar çox maraqlı, vacib açıqlama verdilər və dünya səviyyəsində ən mütərəqqi cəmiyyətdə qısa tezis belədir. Müasir radio ilə bağlı. Nə qədər ki avtomobillər, nə qədər ki yollar və bəzi hallarda tıxaclar varsa, radioda olacaq. Sağ olun, hər kəsə uğurlar, doğru dalğanı seçin həmişə.